Deməli, Vüqar bəy, başlayırıq IT fundamentalın ikinci ayının əməliyyat sistemi əsaslarından. Deməli, ilk öncə başlayaq nədən? İlk öncə başlayırıq əməliyyat sistemi nədir? Düzdür? Əməliyyat sistemi nədir? Əməliyyat sistemi böyüdüm yoxsa görsənir? Görünür, əla. Bir dənə gözləyin, kayda da bax, kayda da problem yoxdur, davam edir. Deməli, əməliyyat sistemi kompüterdə kompüterdə bütün proqramların idarə olunmasını təmin edən proqram təminatıdır. Yəni əməliyyat sistemi. Yəni bütün hər bir şey əməliyyat sistemi üzərində qurulur və icra edir. Buna nə deməkdir? Buna istifadə etdiyimiz proqramlar olar, fayllar olar, qovluqlar olar. Hər bir şey bunun üzərində qurulur. Bunun üzərində tətbiq olunur. Bunun üzərində qurulur. Ona görə biz buna deyirik əməliyyat sisteminə bəzən görürsünüz deyirik ki, proqram təminatı. Bu arada burada bəzən əməliyyat sistemi indi gözləyin. Baxın, bəzən bir əməliyyat sistemini belə əs kimi görə bilərsiniz. Əs. Bəzən də bunu OS kimi görə bilərsiniz. Yəni əs əməliyyat sisteminin qısaldılmasıdır. OS operating system ingilis dilindədir. Tamam. Yəni o ikisini görəndə çaşmayın, yəni eyni şeydir onsuz da ikisi də. İkisini görəndə çaşmayın, onsuz da ikisi də eyni şeydir. Sonra, deməli, əməliyyat sistemi nədir? Ümumiyyətlə proqram 1. Ümumiyyətlə proqram təminatıdır. Buna məsələn nə aid ola bilər? Baxın, buna aid ola bilər sizin əməliyyat sistemi üzərində. Baxın, bunu da görürsünüz. İndi burada vəzifə fayllardır. Burada olan bütün proqramların quraşdırılması əməliyyat sistemi hesabına baş verir. Yəni nə deməkdir? Belə fikirləşin ki, mən həmişə bunu belə deyirəm. Əməliyyat sistemi, səsim gəlir? Əla. Əməliyyat sistemi bir interfeysdir. Yəni nədir? Bir masadır. Düz masadır. Bütün hər bir şey, nə bilim, belə fikirləşin ki, bütün qablar, çəngəl, bıçaq, hər bir şey onun üzərinə yığılır. O olmasa hamısı yerə düşəcək də, düzdür? Qalacaq yeri yoxdur ki. Deməli, əməliyyat sistemi də odur. Əməliyyat sistemi bir masadır, düz bucaqlı formasıdır. Bir masadır. Bir masadır. Hər şey onun üzərində yığılır. Hər şey onun üzərində yığılır. Hər şey onun üzərində yığılır. Ona görə də nədir? Əsas şey daşıyır, proqram təminatını daşıyır. Tamammı? Əsas proqram təminatını daşıyır. Baxın, yəni burada da deyirəm ki, bəzən proqram təminatı da deyirlər. Proqram təminatı gözləyin. Baxın, proqram təminatı. Görürsüz bax bu hissəni. Proqram təminatı. Bunu nə edək? Bir dənə qaralayaq. Əsas hissə kimi baxaq. Qara buydu. Hə, proqram təminatı. Proqram təminatı olmadan istifadə eləmək nədir? Yararsızdır. Yararsızdır. Bəli, bəli. Əməliyyat sistemi əsas proqram təminatıdır. Nə bilim? Əsas proqram təminatıdır. Ona görə proqram təminatı nə edir? Bunu təmin edir. Windows əməliyyat sistemini nə edir? Təmin edir. Əməliyyat sistemi də, Vüqar bəy, əməliyyat sistemi də digər proqram təminatlarının əmrlərini yerinə yetirmək üçün ümumiyyətlə nədir? Proqram təminatı açılır. Proqram təminatı nədir? Proqram təminatı da sizin verdiyiniz əmrləri yerinə yetirmək üçün sizin verdiyiniz proqramları yerinə yetirmək üçün istifadə olunan ardıcıl əmrlər, yadda saxlayın, müəyyən bir əmrə malik olan ardıcıl əmrləri yerinə yetirmək üçün istifadə olunan bir belə deyək, proqramdır, bir interfeysdir. İstifadəçilər, yəni interfeysdir. İndi keçək interfeys. İnterfeys anlayışı bilirsiniz nədir? İnterfeys sizin interfeys var. İstifadəçi ilə kompüter arasında, yəni cihaz arasında əlaqə yaradan proqramlara deyirlər interfeys. Deyirlər interfeys. Baxın, bu gördükləriniz hamısı nədir? Interfeysdir. Baxın, görürsünüz aşağıda. Bunlar interfeys. Niyə? Bunlar hər biri nə edir? Bunlar hər biri istifadəçi, yəni mənlə idarə edirəm. Bunlar hər biri istifadəçi, yəni mənlə cihaz arasında nə edir? Əlaqəni təmin edir. Bunlara deyirlər istifadəçi interfeysi. Baxın, burada
İndi bir dənə fayl var. Onu dərsdən sonra sizə də göndərəcəm. İndi bircə saniyə. Bu sırf Windows 11 haqqında olan, baxın nə yazır? İstifadəçi interfeysi. Görürsüz, istifadəçi. Bunu dərsdən sonra sizə də göndərəcəm. Bu hardasa dəqiqə. Neçədir? 19. 19 səhifəlidir. Hamısını da bugün keçməyəcək, çünki bugün keçməyimiz mən hamısını birdən keçsəm, bu qarşılayacaqsa aləm bir-birini. Ona görə 2 hissəyə böləcək. 8, 8, 8, 8 deyirəm, 19 formasında yeniyəcək, keçəcək. Sonra bunun ikinci hissəsi var. İkinci hissəsi var, sonra da yeniyəcək, ikinci hissəsində keçəcək. Bu olur istifadəçi interfeysi. İstifadəçi nə? İstifadəçi interfeysi. Düzdürmü bu hissə? Sonra davam edirik nədən? Davam edirik buradan. İnterfeys anlayışı yəqin ki aydın oldu. Nə deməkdir? İnterfeys anlayışı. İnterfeys anlayışı. Sonra nə var burada? Məsələn, baxın burada da qeyd etmişəm. İnterfeys anlayışı olaraq disk və faylların idarə edilməsi, cihazı girişdir, hansı ki bizim istifadəçilər cihaz arasında təmin edir, girişi təmin edir, yaddaşın idarə etməsidir, çıxış formatdır və s. Bunlara deyirlər istifadəçi interfeysi. Sonra istifadəçilər kompüterə nə edirlər? Təlimatlar vasitəsilə girirlər. Təlimatlar vasitəsilə. Yaxşı, belə bir sual. İlk yaranan əməliyyat sistemlərindən biri. Bəli, lap köhnə. Windows-dan əvvəl. MS-DOS. Bəli, bəli, MS-DOS. MS-DOS. MS-DOS bilirsiniz nədir? Harda görə bilərsiniz? MS-DOS-dur, FreeDOS-dur. Bunları bilirsiniz harda görə bilərsiniz bəlkə də. Yeni kompüter alanda üzərlərində yazılır. Yeni kompüter alanda üzərlərində yazılır. Mən indi bircə saniyə sizə bir dənə şəkil atım. Baxın ona. Bu elə bil ki şəklidir bu. Bax, bircə saniyə. Bircə saniyə, mən sizə WhatsApp-dan bir dənə şəkil atım. Orada nişanlayım mən. Göndərdim. Aha, bax orada əməliyyat sisteminə baxın nə yazılıb. FreeDOS yazılıb. Yəni yeni kompüter alan zaman, üzərində gələn əməliyyat sistemidir. İndi o MS-DOS da ola bilər. Mən sən alanda nə idi? MS-DOS idi. Yəni o problem deyil. Yəni onu demək istəyirəm ki, onları orada görə bilərsən. Belə açığı mən inanmıram ki, kimsə öz istəyi ilə MS-DOS-u yükləyir. MS-DOS-u yükləyir, istifadə edir. MS-DOS-u yükləyir, istifadə edir. Açığı mən inanmıram ona. MS-DOS-u yükləyir, istifadə edir. Açığı mən ona inanmıram ki, kimsə öz istəyi ilə MS-DOS-u yükləyib, istifadə edir. Ona görə qalıb belə. Sonra MS-DOS-un da siz nə məhdudiyyəti var idi? MS-DOS-un 8-in 3-ə. Bəli, bəli. 8 dənə adı var idi. 8 dənə simvol, daha doğrusu adı yox idi. 8 simvola qədər adını qəbul edirdi. Məsələn, 1-dən 9-a qədər. 9 olsa götürmürdü. 9 olsa götürmürdü. Adında da 3 dənə idi ancaq. Məsələn, DOK idi, sonra TXT idi. Məsələn, PPT var, onlar idi. Məsələn, acı DOCX olsa, DOX olsa, o da mətin faylıdır da, onu götürməyəcəkdi. Çünki 4 hərfdir. 4 hərf. Acın məsələn access faylın uzantısı var, ACCDP. Məsələn, onu götürməyəcəkdi. 5 hərfdir. Axırıncı uzantı. Baxın, hara getdi, bax bunu deyirəm də. Baxın, bax bunun uzantısını görürsünüz. Nədir? PDF. Görsən bunu götürəcəkdi. PDF. Amma baxın burada nə yazmışıq? Windows 11 bir. Düşdü. Bax burada nə yazmışam? Windows 11 birinci hissə tələbələr üçün. Görürsünüz? 8 hərf deyil ki.
Hə, 8-i keçir də, yəni 10 yazsaydım götürməyəcəkdi. Və yaxud da ki, keçək. Məsələn, bax burada da bunu deyirəm. Doc. Görürsüz 4 hərf götürməyəcəkdi. AIT fundamental birinci ay sınaq qrup götürməyəcəkdi. Çünki gör 8-i keçir də. Ona görə. Məsələn, IT.pdf yazsam, nə edəcəkdi? Götürəcəkdi. Düzdür? Hı. Hə. Bəli, PDF-də 3 dənədir. Ona görə götürəcəkdi. Sonra nə var? Sonra əməliyyat sisteminin terminləri, konsepsiyaları, əməliyyat sisteminin hissələri var. Əməliyyat sistemi içərisində yerləşən hissələr var. Bunlardan biri tətbiqlərdir. Tətbiqlər nə deməkdir? Bircə saniyə. Tətbiqlər. Tətbiqlər nə deməkdir? Tətbiqlər müəyyən bir tapşırığı yerinə yetirmək üçün istifadə olunan bir növ əmrlər toplusudur. Yəni, əmrləri tamamlamaq üçün yazılmış bir proqramdır. Müəyyən bir tapşırığı yerinə yetirmək üçün istifadə edilən əməliyyat sistemi üzərində yerləşən müəyyən bir əmri icra etmək üçün yazılan nədir? Proqram təminatıdır. Yəni, bir növ interfeys anlayışıdır. Proqram. Bu, əməliyyat sisteminin olan hissələr deyirik. Yəni, tətbiqlərdir. Bunlara deyirlər, nələr? Tətbiqlər. Sonra var bizdə driver. Driver nədir? Vüqar bəy. Bilməm, driver sürücüdür. Açılışı nədir? Driver bilməm, sürücüdür. Yəni, nə işə yarayır o driver? Sürücü, hə. Nə işə yarayır? Düzdür. Hə. Bu sağ ol. Yəni, driver bilirsiniz nədir? Driver cihaza başa salır ki, məsələn, bu prosesi necə yerinə yetirməlisən. Yəni, cihaza başa salır ki, bu prosesi necə... Baba, nə yazmışam burada? Əməliyyat sistemi təminatına necə daxil olmaq barədə təlimat verir. Yəni, buna başa salır ki, sən bu prosesi, əməliyyat sistemində olan prosesi necə yerinə yetirməlisən? Bu prosesi necə yerinə yetirməlisən? Məsələn, nədir? Google-a daxil olam. Başa salır ki, bu prosesi burada necə icra eləməlisən, bu prosesi burada necə yerinə yetirməlisən və s. Düzdür? Bunu belə başa salır. Buna deyirlər driverlər. Yəni, bir növ mən sizə deyim, nə edirlər? Bələdçi rolunu oynayırlar. Bəli. Bələdçi rolunu oynayırlar. Sonra tapşırıq verirlər. Göz indi bunu dəyişək. Sonra bələdçi. Sonra keçirik nəyə? Sonra əməliyyat sisteminin terminləri və konsepsiyaları var. Əməliyyat sisteminin terminləri və konsepsiyaları var. Nə deməkdir o terminləri və konsepsiyaları? Onlara baxaq. Terminlər və konsepsiyalar. Kompüter əməliyyat sistemi ilk öncə başlayaq nədən? İlk öncə başlayaq versiya anlayışından. Versiya anlayışı nədir? Versiya anlayışı əməliyyat sisteminin konsepsiyasıdır, yəni terminidir. Əməliyyat sistemində bizə onun yeniliyi haqqında, onun köhnəliyi haqqında, onun yeniliyi haqqında, nə bilim, onun hansı versiyada olduğu haqqında, onun haqqında məlumat verir. Məsələn, nədir? Tutalım, baxın, 10 Pro, 10 Home. Orada Home və yaxud da ki Pro, nədir? Onun versiyasını bildirir. Düzdürmü?
Və yaxud da nə Android 2. güncəlləmə gəlir, bilmirəm, 7.11.1. 11.1 onun nədir? Versiyasıdır. Nə bilim, olsun iOS 11.1.1. Onun versiyasıdır. Artıq onun nə idi? Artıq onun versiyasıdır. Artıq onun artıq onun nə idi? Artıq onun versiyasıdır. Artıq onun versiyası adlanır. Buna deyirlər versiya. Sonra mənbə nədir? Mənbə versiya, mənbə isə artıq nədir? Mənbə isə nədir? Onun hardan yüklənəcəyidir. Onun hardan yüklənəcəyi deyirik biz mənbə. Çünki bilmirəm Linux-la işləmisiz. Linux-la işləmisi yoxsa yox. Linux-la işləmisi yoxsa yox. Linux yeganə əməliyyat sistemlərindəndir ki, open source-dur. Linux yeganə open source-dur. Bəli, nəyə görə open source-dur? Bilmirəm, indi sizdə Windows lisenziyadır, yoxsa crack-dir? Lisenziyadır, yoxsa... Hə, crack. Məndə də crack-dir. Mən də 4 il əvvəl, mən də crack-dir. 5 il əvvəl hətta. Mən də crack yükləmişəm. Görə dedilər, crack-in düzdür, crack-in problemi bu nədir? Yəni, crack-i girib bir növ virus kimi yükləyirsiz də. Yəni, bir növ girib crack-i virus kimi yükləyirsiniz. Bu nəsdir? Necə? Almanızlar deyəndə illik paket var. İllik paket var. İllik bilmirəm $100-dur yoxsa $70. Nə qədər? Bircə saniyə uşaq çıxarım. Bircə saniyə.